Bismillahirrahmanirrahim. Allah'ın rəhmət və salamı üzərimizə olsun inşallah. Ramazan ayının 24-cü günü hamımız üçün mübarək olsun. Allah bizləri Ramazan ayının hörmətinə bağışlasın və bizləri aqibət xeyr eləsin. İmam Sadiq əleyhissalam buyurur ki, orucun tamam olmaqlığı, təkmil olmaqlığının əsas ünsürü budur ki, insan fitrət zəkatını verməkliyidir. Yəni bir insan istəyir ki, bu bir ayda tutduğu oruc Allah dərgahında yazılsın və səbt olunsun, o fitrət zəkatını verməkliyidir. Necə ki, bir insan 10 il gedər məktəb oxuyar ya institut oxuyar, ona attestat verərkən, diplom verərkən Təhsil Nazirliyinin peçatı ya məktəb direktorunun peçatı olmadan o sənəd heç kəsin yanında keçərli olmaz. Bəs ağamız İmam Sadiq əleyhissalam buyurur ki, hər kəs istəyir ki, Ramazan ayının orucu Allah yanında təkmil olsun, kamil olsun, o fitrə zəkatından boyun qaçırmamalıdır ki, kasıb təbəqənin haqqını əda etməlidir. İmam Sadiq əleyhissalam nəql edir ki, hər kəs gündə 10 dəfə ya Allah, ya Allah, ya Allah desə, Allah tərəfindən ona xitab olar. Ləbbeyk ey mənim bəndəm. Yəni ləbbeyk o məniyadır ki, hazıram. Allah deyir o bəndiyə ləbbeyk deyər ki, mənim bəndəm hər nə hacətim var, Allahdan istə ki, mən o istəkləri yerinə yetirim. Bəs o cəhətdən insan yaxşıdır ki, gündə ən azından hər hansı bir zamanda eşqə gəlsə, əlini qaldırsın dərgaha, 10 dəfə ya Allah, ya Allah, ya Allah desin və sonra hacətlərini Allahdan istəsin inşallah. İmam Hüseyin əleyhissalam nəql edir ki, bir mümin bəndənin əgər sıxıntısı olsa, müşkilatı olsa, əgər bir kəs o həmin bəndənin sıxıntısını, çətinliyini aradan aparsa, ona yardım etsə, kömək etsə, Allah Taala da o insanın həm dünyada, həm axirətdə olan bütün sıxıntılarını, müşkilatlarını həll edər. Və o insanı islah edər, o insanı bəyənilmişlərdən edər. Diqqət edək, əgər bir mümin qardaşımızın sıxıntısı varsa, ona yardım edək, ona kömək edək, onun hər vaxt yanında olaq. Hətta təvan, hər nə gücümüz varsa, onun əlindən yapışaq ki, Allah Taala da bizim əlimizdən yapışsın, bizlərə yardım etsin inşallah. Amma oruç tutanın şərtlərindən biri budur ki, əgər bir insan xəstə olsa, gün ərzində sağalsa, o insana vacib deyil ki, o insan oruç tutsun. Amma xeyr, əgər bir insan günorta əzanına qədər sağalsa, günorta əzanına qədər halı düzəlsə, o insan əgər günortaya qədər orucu pozan amillərdən etməyibsə, yəni səhər durandan günorta əzanına qədər heç nə yeməyibsə, heç nə içməyibsə, orucu batil edən ünsürlərdən etməyibsə, alimlərin nəzarı budur ki, ehtiyatı müstəhəb odur ki, insan niyyət etsin və həmin günün orucunu tutsun. Sonra da oruçluqdan sonra bir gün həmin günün qəzasını tutsun. Allah bizlərə yar-yavar olsun. Allah Taala bu ayda ibadət itaatlarımızı qəbul eləsin. 24 günümüz getdi. Bir balaca, bir neçə gün Ramazan ayının qurtarmasına vədəmiz qalıb, vaxtımız qalıb. Bu bir neçə gündə Allaha pənah aparaq, Allahdan kömək istəyək ki, Allah Taala bizləri hidayət etsin. Allahım, müqəddəs ayın hörmətinə özümüzün, atamızın, anamızın, boynumuzda haqqı olanların, aləmizin, bütün günahlarını bağışla, bizləri düz yola hidayət elə, bizləri aqibət və xeyr elə, bizləri yerin, göyün hər növ bəlasından amanda saxla inşallah.
Cəmi şəhid balalarımızın ruhunu şad eylə. Cəmi əsgərlərimizi qoru. Allahım qazilərimizə kömək ol. Onların sıxıntılarını həll elə. Ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil elə. Allahümmə əccil vəlikəl fərəc. O ağamızın salih və gözəl və ağamıza xidmət edən bəndələrindən bizləri qərar verir inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.